Herkese salam, kanalıma xoş gəldiniz. Bugün qızlarla evdə date eləyirik, ona hazırlaşıram. Burada ətli börək eləmişəm, bunu sadəcə çəkə bilmədim. Bir də göyərtili eləyəcəm. Bu arada qızlar, mən börəyi həmişə bu hazır lavaşlardan eləyirəm. Həm vaxta qənaət edirəm, həm də ki dadını bizdə hamı çox bəyənir bu şəkildə. Üzərinə gəzdirdiyim sosun tərkibində isə süd, biraz qatıq, yumurta və qarğıdalı yağı var. Qızlar, bugünkü deytimiz ancaq qadınlardan ibarətdir. Ona görə də kişi olmadığı üçün kebabı çəkmək də qadınların boynuna düşüb. Amma əminəm ki, kişilərinkindən də qəşəng olacaq. Artıq ətli börəyimiz hazırdır. Göyərtili olan isə sobadadır. Xanımlar kebabı hazırlayana qədər mən də qonaq otağında çay süfrəsini təşkil etdim. Artıq digər börəyim də hazır. Mən digər işləri görənə qədər gəlinimizdən süfrəni hazırlamağı xahiş etdim. O da sağ olsun, baldızının sözünü heç yerə salmaz. Qaldır bir dənə qaldır. Bulvardakına oxşayır soyuq əllə. Mükəmməl. Çox qəşəngdir. Qaçırt görün. Çox sağ ol. Həqiqətən. Həmiş olsun. Şişi, dadlıdır. Günəşi görən kimi çay süfrəsini həyətə daşıdıq.